Bakıda təşkil edilən İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması adlı beynəlxalq tədbirin İslamofobiya media və rəqəmsal platformalarda süni intellekt sistemləri İslamofob fikirləri necə tətbiq edib gücləndirə bilər mövzusunda keçirilən paneldə Şimali Alabama Universitetinin direktor müavini Muhammed bin Abede Rabo Al-Yaminin adından çıxış edərkən bildirib ki, müsəlmanlara qarşı qərəzli yanaşma sərgilənir. Xüsusilə də mediada. Biz bunu Vətən müharibəsi zamanı görmüşük. Direktor müavini vurğulayıb ki, Azərbaycanın apardığı Vətən müharibəsi zamanı xüsusilə Fransa Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyib. Eyni yanaşma Qəzzadakı faciəvi hadisəyə yanaşmada da özünü göstərib. Bir çox qərb media qurumları Qəzzadakı hadisələrə son dərəcə qərəzli yanaşıb. Bunun siyasi və tarixi səbəbləri var. Sanki Fələstinlilərin hüquqlarının pozulması onlara heç bir təsir göstərmir. Mən hesab edirəm ki, media qurumları bu işdə fəallıq və ədalət nümayiş etdirməli, hər şeyi olduğu kimi göstərməlidir, deyə direktor müavini vurğulayıb. Rəbiyyə Əhmədova, Xaliq Babayev, APA TV.